Salamlar, vaxtınız xeyir olsun yoldaşlar, hər birinizi xoş gördük. Bazar günü kursumuza keçirilən sınaqdan Azərbaycan suallarının izahına baxacaq. Birinci sualdan başlayaq. Kökündə A hərfindən istifadə olunan sözləri müəyyən edin. Baxsaq, sözlərin hər biri bizə tələffüz formasında verilmişdir və bizdən də kökündə A hərfindən istifadə olunan sözləri istəyir. Ona görə biz sözlərin yazılış versiyasına baxmalıyıq. Yoxluyur yazırıq. Necə? Daha doğrusu tələffüz edirik. Yoxlayır yazılır. Otlayır. Sonra qınayacaq. Sonra kompot şəklində yazılır. Bir dənə burada fərq burasındadır. Bu da oxşayır şəklində olmalıdır. İndi baxası olsaq, yoxlayır sözündə sözün kökü yoxla hissəsidir. Yoxdan yoxla əmələ gəlmir və yoxla birbaşa sözün köküdür. Biri götürürük. Ot sözün köküdür. Burada la şəkilçinin tərkibindədir. Bizə lazımdır ki, kökündə istifadə olunsun. İkini götürmürük. Qınamaq sözün köküdür. Sözün kökü qın deyil. Qınamaqdır və söz kökündə A-dan istifadə olunub. Sözün kökü kompotdur və yazılışında A-dan istifadə edilmir. Oxşa sözün kökü olur və yazılışda A-dan istifadə edilir. Demək, 1-3-5 olacaqdır bizim doğru cavabımız. İkinci sual leksik mənası yanlış şərh edilən sözləri müəyyənləşdirmək istəyir bizdən. Burada əslində çox da izahlı bir şey yoxdur. Sözün leksik mənası ilə bağlı bir məsələdir. Bunun üçün də yetərli qədər bizdə söz bazası olmalı ki, belə halları, belə məqamları çox rahat şəkildə əldə edə bilək. Mümkün qədər nə bacarsa söz öyrənin. İstər orta məktəb dərsliklərindən, mətnlərdən və yaxud da ki, fərq eləmir. Əsərlər oxuyaraq, qeydlər götürərək nələrsə öyrənməyə çalışmaq lazımdır. Öyrənsəz, belə suallar sizin üçün bəsit olacaq. Əks halda belə suallar bilənə qədər də sizin üçün problemdir. Burada da cavabımız olmalıdır. 1-2-4-də verilən fikirlərimiz. Çünki sivilizasiyanın qarşısına yazılan məna mədəniyyət sözünün mənasıdır. Sivilizasiya mənası deyil. Çünki sivilizasiya mənası cəmiyyətin intellektə, sosial ədalətə, mədəni dəyərlərinə, texnologiya və s. əsaslanan inkişaf mərhələsini ifadə edilmiş olur. Mədəniyyət sözünün mənası budur. İnsan cəmiyyətin istehsal sahəsində ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusudur. Demək, 1-2-nin mənası səhv verilib. 3 qaydasındadır. Əhali arasında savada biliyi yaymaq üçün keçirilən tədbirlər sistemi ifadə edilmiş olur. Daha sonra təhəmmül hadisələrin səbr edilməz dərəcədə dözümlü olmasıdır. Xeyr, təhəmmül hər hansısa bir şeyə, baş verən prosesi dözmək, dözüm mənasını ifadə edilmiş olur. Səbir, dözüm mənasındadır. Ona görə 4-də verilənin də mənası yanlış şərh edilmişdir. Təhrif bir sözün və ifadanın mahiyyətini pozmaq, yanlış şəkildə salmaqdır. Düzdür. Burada heç bir sıxıntı yoxdur. Üçüncü sual. Mətndəki abzaslar əsasında uyğunlaşdırmaq lazımdır. Oxuyaq mətnimizi. Dənizlər quru və sualtı maneələr vasitəsilə okeandan ayrılan su sahəsidir. Okeandan təzid olunmasına görə dənizlər bir-birindən fərqlənir. Qurunun içərisində daha çox daxil olan dənizlər daxili dənizlərdir. Qurunun içərisində daha çox daxil olanlar daxili dənizlərdir. Qara, Azov, Aralıq, Qırmızı, Baltik, Mərmərə və s. dənizlər okeanla boğazlarla birləşir. Materikin sahilində yerləşən kənar dənizlər okeandan adalar vasitəsilə ayrılmış olur. Onlar şelf və materik yamacında yerləşir. Bering, Oxot, Karib, Norveç və s. başqaları belə dənizlərdir. Adalararası dənizlər isə materik sahillərindən kənarda adalar arasında yerləşir. Demək, bizim oldu adalararası dənizlərimiz, materikin sahilində yerləşən kənar dənizlər və qurun içərisində daxil olan daxili dənizlər. Okean və dəniz sularının quruya daha çox daxil olan hissələri körfəz adlanmış olur. Körfəzlərin okeanla təbii sərhədləri olmur. Körfəzin okeanla təbii sərhədi yoxdur. Bəzi dənizlərin adları səhvən körfəzlərin adları isə dəniz adlandırılmışdır. Baxaq. Bizə lazımdır ki, abzazların birinə aid olan doğru fikir, yəni ya buna aid olan doğru fikir və ya da ki, bütün abzazlar üçün, hər iki abzaz üçün yanlış fikirləri müəyyənləşdirək. Adalar arasında yerləşən dənizlərin daxili dənizlərdən fərqi şərh edilmişdir. Bax, adalar arasında yerləşən dənizlərimiz hansılar idi? Adalar arasında dənizlər materik sahillərindən kənarda adalar arasında yerləşir. Amma bunların hər hansısa bir fərqi şərh edilməyib. İstər birinci abzazda, istər ikinci abzazda. Demək, bu, bütün abzazlar üçün yanlış bir fikirdir. Daha sonra, materik yamaclarında yerləşən adalararası dənizlərin adları çəkilmiş olur. Materik yamaclarında yerləşən adalararası dənizlərin adları çəkilir. Ya baxmağa çalışaq. Materikin sahillərindən kənarda adalar arasında yerləşmiş olur. Materik yamaclarında yerləşən hansısa bir adalararası dənizlərdən ad çəkmə məsələsi yoxdur. Bizə görün nələrin adı çəkilibdir burada. Adalararası dənizlər materik sahillərindən kənardadır. Burada variantda bizə yazıb ki, yamacında. Yəni kənarla yamac arasında fərq var. Çünki yamac adətən dağın və ya hər hansı bir yüksəkliyin ətəkləri ilə o arasındakı hissəni ifadə etmiş olur. Burada isə yamacla bağlı bir məsələ keçmir.
Keçmədiyinə görə nə bir də, nə iki də belə bir şey yoxdur. Bu olacaqdı yenə yanlış bir fikir. Daha sonra, dənizlərin okeandan təcrid olunmasına görə yerləşməsindəki müxtəliflik izah olunmuş olur. Bunu birincidə görə bilirik. Okeandan təcrid olunmasına görə dənizlər bir-birinə fərqlənir. Qurun içərisində daxil olan var, olmayan var və s. Ən az biz birincidə bunun doğru tərəfini görə bilirik. C getdi birinciyə. Daxili dənizlərin okeanla əlaqəsiz olduğu vurğulanmış olur. Xeyr. Daxili dənizlərin okeanla əlaqəsiz olduğunu vurğulanmaq heç birində yoxdur. Ona görə biz D-də verilən fikir də yazmış oluruq ikinciyə. Bax, fikir versən, materik yamacında yerləşmələr hansı dənizlərlə bağlı idi? Materikin yamaclarında yerləşmək adalar vasitəsilə ayrılır, amma adalar arası dənizlər deyil. B-də verilən adalar arası dənizlər olduğuna görə yanlış oldu. Yamaz məsələsini yenə deyirəm, orada görə bilmədiyimizə görə. Sonra Hudzonun əslində körfəz olması, Hudzon səhvən körfəzdir. Hudzon əslində dənizdir, körfəz adlanıbdır. Ona görə bunun yeri yanlış verilmişdir. E də ikinciyə yazılmalıdır. 1-ə getməlidir, C2 getməlidir, A, B və D-nin F. Eyni kökü sözlərlə bağlı verilən fikirlərin doğru və ya yanlış olduğunu müəyyənləşdirmək lazımdır. Quruluşca həm sadə, həm düzəltmə ola bilər. Bu yanlış bir fikirdir. Eyni kökü sözlər quruluşca yalnız düzəltmə olan sözlərdir. Nə mürəkkəb, nə də sadə olunur. Sadə sözlərdən əmələ gələ bilsə də, düzəltmə sözlərdən əmələ gələ bilməz. Baxın, əmələ gəlmək deyir. Əmələ gəlmə məsələsində eyni kökü sözlər üçün hər hansı bir sıxıntı yoxdur. Məsələ bizə köklərin eyni olmalıdır. Məsəl üçün, yarğan sözü var dilimizdə və yaralı sözü var. Məşhur eyni köklü iki dənə sözümüzdür, düzümü? Bu sözlərdən biri sadə sözdən, biri isə düzəltmə sözdən əmələ gəlib. Sözün nədən əmələ gəldiyini, düzəldiyini tapmaq üçün sonuncu leksik şəkilçinin əvvəlinə baxırıq. Bu, yarı feilidir, bu isə yara ismindən yaranmışdır. Demək, burada verilən fikirdə yanlış bir fikirdir. Daha sonra, tərkibində alınma şəkilçi işlənə bilməz, yanlışdır. Məsəl üçün, sənətçi, sənətkar, oldu eyni kökü sözlər. Tərkibində kar var axı. Sonra, kökü feil olan, lakin feildən düzəlməyən sözlər eyni kökü cərgədə iştirak edə bilər. Kökü feil olan, feildən düzəlməyən sözlər eyni kökü cərgədə iştirak edə bilər. Heç bir sıxıntı yoxdur. Bizə lazımdır ki, söz düzəltmə olsun və sözün kökləri də bir-birinə münasibətdə eyni köklü əmələ gətirilmiş olsun. Məsəl üçün, yazıçılıqla yazılmışdır sözün götür. Yazıçılıq sözü kökü feildir, amma feildən düzəlməyib. Amma eyni köklü cərgədə çıxış eləmiş olur. Yazılmaq kökü feildir, feildən düzəlib, bu da eyni köklü cərgədə çıxış eləmiş oldu. Yəni, bu hər hansı bir qəbahət yaradacaq bir məsələ deyil. Demək ki, bu doğru bir fikirdir. Gülüstan, gülzar, güllük sözləri eyni köklü cərgə əmələ gətirmişdir. Bəli, burada istan, burada zar, burada da lıq. Leksik şəkilçidir. Hər birinin kökü gül, çiçək mənasını ifadə edən sözdür, isimdir, eyni köklü cərgə əmələ gəlmişdir. İlk üçü yanlışdır, son ikinci isə doğru cavabdır. Yəni, cavab olur C variantı. Hansı sözlərin həm tərkib hissəsini ayıraraq, həm də ayırmadan leksik mənası izah edilə bilər? Bu o zaman baş verər ki, həmin sözü quruluşca həm sadə düşünə bilək, həm də düzəltmə düşünə bilək ki, iki cür düşünmə olsun. Çünki tərkib hissələrini ayırmaq əsasən mürəkkəb və düzəltmə sözlərlə bağlı bir şeydir. Sadə sözlərin tərkib hissələrini ayıra bilmirik. Gəlirik A variantında qovaq sözü var, ezamiyyət sözü var. Bu sözlər bu qaydanı ödəmir. Çünki ezamiyyət sözünün sadə tərəfi yoxdur, yalnız düzəltmədir. Yəni, bunu iki cür düşünəcəyin hər hansı bir tərəfin yoxdur. Xoşbəxtlik, bədxəstlik bunlar eyni köklü sözlər deyirlər. Daha doğrusu tərkib hissəsini ayıraraq izah edəcəyimiz cümlələr deyirlər. Çünki bunlar yalnız mürəkkəb sözlərdir. Bunlarda hər hansı bir düzəltmə və ya sadə olmaq tərəfi yoxdur. Xoşbəxt mürəkkəbdir, bədxəz mürəkkəblik qoşmusan, mürəkkəb sözü qoşduğun leksik şəkilçi onun quruluşunu dəyişmir. Və ya C-də verilən nümunədə fəzilətli sözü qaydanı pozur. Yoluxmağı həm sadə, həm düzəltmə düşünə bilirik. Xəstəliyə yoluxmaq mənasında düzəltmədə əks halda sadədir. Amma fəzilətli sözü düzəltmə də istənilən halda. Bunu iki cür düşünəcəyin tərəfi yoxdur. Yaxalanmaq və oxuyaq. Oxuyaq sözü sadə sözdür. Bunu istəyirsən əmr şəklində, istəyirsən arzu şəklində düşün. İki cür düşünə bilmirsən ki, tərkib hissələrinə ayıraraq izah edə bilərsən. Sənin cavabın olar E variantı. Dövləti sözü, dövlət sözün kökü ileksik. Dövləti məsələ. Dövlətə aid olan məsələ mənasında düzəltmə sifət ola bilər. Onların dövləti, sadə isim ola bilər. Çataq, çatılmış mənasında, çataq qaşlar, çatılmış qaşlar mənasında düzəltmə sifət ola bilər və yaxud da ki, sadə feil ola bilər. Yəni, həm tərkib hissəsini ayıraraq, yəni düzəltmə vəziyyətində, həm də ayırmadan, yəni sadə vəziyyətində leksik mənasını izah edə bilərsiniz. Ona görə cavab olar ilə E-də verilən fikrimiz. Daha sonra 6-cı sual. Mətnin strukturu ilə bağlı doğru fikri müəyyənləşdirmək lazımdır. Ana dili xalqın özü, varlığı mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o, harada yaşamasından asılı olmayaraq Azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən etibarlı vasitədir.
Təsadüfi deyil ki, cənab prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər qurultayında bu məsələni xüsusi vurğulayaraq ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir demişdir. Dil həm də mənsub olduğu xalqın tanınmasında əhəmiyyətli rol oynayan amillərdən biridir. Bu mənada onun təbliğ edilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması olduqca vacibdir. Qürurverici haldır ki, dövlətimizin nüfuzu artdıqca dilimizin mövqeyi də güclənir. Bugün Azərbaycan dili dünyanın müxtəlif universitetlərində tədris olunur. Ayrı-ayrı xalqların nümayəndələri bu dilə maraq göstərir, onu öyrənməyə çalışır. Struktur mətnin quruluşu ilə bağlı olan məsələdir. Mətnin tərkib hissələri, məzmun ardıcılığı yerindədir, yerində deyil. Abzasda hansındasa biri doğru olmazsa, ola bilər giriş nəsəsinin yeri dəyişmiş ola bilər və əsasla girişin yeri dəyişir və s. Belə hallardır. İndi baxaq. Giriş hissədəki cümlələrdən biri ikinci abzasa başlanğıc cümləsidir. Xeyr, elə bir şey yoxdur axı. Giriş hissə birinci abzasımızda. Bax, fikir ver. Ana dil xalqın özü varlığı mənəviyyatıdır və mühüm tarixə malikdir. Giriş hissənin mahiyyəti odur ki, burada sənə hələ proseslə bağlı hər hansı bir əlavə məlumat vermir. Burada sənə qısa konkret ilkin giriş mənasını vermiş olur ki, bir növ sən ilkin mənadan hadisələrə yavaş-yavaş hazırlığı görmüş olursan. Başqa da hər hansı qeyri-adi bir şey görmüş olmursan burada. Yəni bunun məna etibarıyla mahiyyətini oradan tapacaqsan. Demək, adı verilən fikrimiz yanlışdır. Giriş hissədəki cümlələrdən biri ikinci abzası başlanğıc cümləsi də ola bilməz. Çünki giriş hissədəki cümlələr biri digərinin davamıdır və hər hansı bir abzasdan götürülən cümlə deyil ki, onun nəyisə tamamlamağa xidmət eləmiş olsun. Sonra B-də verilən cümlə. İkinci abzas məzmun ardıcılığına görə birinci abzasdan əvvəl gəlməyi təbii ki, yanlışdır. Çünki burada bizə ilkin məlumatı verib. Daha sonra fikir ver, dil həm də mənsub olduğu xalqın tanınmasında əhəmiyyətli rol oynayır. Həm də ifadəsi iştirak mənası ifadə edən bağlayıcıdır, düzdürmü? Giriş hissə belə cümlə ilə başlamaz axı. Giriş hissədə həm də mənası verirsənsə, demək ki, əvvəldən nəyisə buraxmısan axı. Ona bir xatırlatma eləmiş olursan da, onunla bunu birləşdirmiş olursan. Həmdə ilə giriş cümləsi başlamaz, əgər abzasların yeri dəyişməyibsə. Daha sonra ilk cümlə mətnin giriş cümləsi olsa da son cümlə nəticə cümləsi deyil. Təbii ki, son cümlə bizim nəticə cümləmizdir və Azərbaycan dili müxtəlif yerlərdə tədris olunur və bunun nəticəsində nə olur? Ayrı xalqlar da ki, bu dilə maraq göstərən onu öyrənməyə çalışırlar. Mətnlə bağlı plan qurulsa müxtəlif məzmunda tərkib hissələri ifadə etmək ola bilər. Bax, bu doğru bir fikirdir. Çünki mətnin planı, mətnin tərkib hissələrini ifadə edə bilər. Giriş, əsas, nəticə hissəsini ifadə edə bilər. Biz mətnlə bağlı plan quranda həmin o hadisələrin gedişatını müəyyən bir söz birləşməsini ifadə edə bilərik. Məsəl üçün, nə deyə bilərik? Dilin birləşdirici rolu. Bax, fikir ver, birinci abzasda bundan danışa bilirsən. Prezidentin dilə yanaşması. Yenə burada danışa bilirsən ondan. Daha sonra dilin tanınmaqda rolu. Bax, bunu ifadə edə bilirsən. Sonra dilə insanların marağı. Fikir ver, sonuncu hissəni onunla ifadə edə bilirsən. Plan elə bir şeydir ki, mətnin müəyyən bir hissəsini sən qısa bir şeylə ifadə eləmiş olursan və həmin o qısa bir şeydə həmin mətnin məzmunu, mahiyyəti ifadə olunmuş olur. Mətni sənin o qeyd etdiyin planla oxuyan adam rahat şəkildə başa düşür ki, bu adam nəyi demək istəyir. Niyə deyirdi ki, məsəl üçün, deyək ki, bayaqlar nə dedik? Deyək, prezidentin dilə rolu. Niyə bunu yazmışdı? Bunu plan kimi niyə veribdi? Ona görə verib ki, burada ondan danışılırdı. Ona görə cavab olurdu. İkinci abzasda verilən fikirlər yalnız əsas sənin tərkib hissəsi kimi çıxır, yanlışdır. Çünki sonda verilən cümləmiz yekundur. Yekun cümləsi də nəticə hissəsindən bağlı olmuş olur. 7-ci sual, ehtiramla sözündən fərqli olaraq akkumulyator sözündə nöqtələrin yerinə yaza biləcək fikirlər istəyir bizdən. Demək, biz burada iki dənə sözü müqayisə eləmiş oluruq və bizə lazımdır ki, ehtiramla sözünə aid olsun, akkumulyator sözünə aid olmasın. Həmin o fərqli cəhətləri tapmalıyıq. Yəni, elə bir nümunə axtarmalısan ki, fikirlər bir-birindən fərqləndirəcək tərəf olsun. Ehtiramla sözündə biz əvvəl EHT başlanğıcında tını deyə keçirmirdik. Amma son dəyişiklik qaydadan sonra artıq ehtiramla şəklində tələffüz olmuş olur. Akkumulyator sözünün tələffüzündə isə biri düşür, akkumulyator olur. Akkumulyator şəklində tələffüz edirik. İndi bunları əsasən uyğunlaşdırsaq, vurğu sonuncu hecəyə düşmür. Ehtiramla vurğu sonuncu hecəyə düşmür, düzdür. Akkumulyator burada da vurğu sonuncu hecəyə düşmür. Bu fərqli cəhət deyil, ortaq cəhətdir. Hər ikisində vurğu sonuncu hecəyə düşmür. Ona görə biri atdım kənara. Səs düşümü ilə yanaşı səs artımı mövcuddur. Akkumulyator sözündə akkumulyator olur. Yəni, hər hansısa bir səs artımı olmur. Biz bir səsi itiririk, amma nəyisə artırmırıq. Ona görə bu yanlışdır. Sonor samitlərin hamısı işlənməmişdir. Sonor samitlərin hamısı ehtiramla sözündə də işlənməmişdir. Burada R var, M var, N var. Amma L işlənməyib. Tələffüzə əsasən müəyyənləşdiririk də, düzdürmü? Ona görə üstdə verilən fikir yanlışdır. Cingitili qarşılığı olmayan samit işlənmişdir. Akkumulyator sözündə işlənməyib, amma ehtiramla sözündə işlənib.
Biz ehtiramla sözündə olmayacaq məqam axtarmalıydıq. Akkumulyator sözündə h işləməyib, amma ehtiramla da işlənib. Bu da dəxilsiz variantdır. Yalnız kəmiyyət fərqi var, bəli. Ehtiramla sözündə həm kəmiyyət fərqi var, yəni sonda n artırmış oluruq. Bax, bunu kəmiyyət fərqi yaradır. Həm də keyfiyyət fərqi var, yəni səs dəyişməsi var. T, d-ya keçir, l, n-ya keçmiş olur. Ona görə bizim doğru cavabımız olmalıdır, yalnız 5-də verilən fikir. 8-ci sualına davam edəsə, şəfqət sözünün lekslərindən bağlı uyğun fikirləri müəyyənləşdirmək lazımdır, deyir bizə. Amonimi olmasa da sinonim mövcuddur, düzdür. Şəfqət hansı mənalarını ifadə edir? Rəhim, ürək yanmaq, riqqət, yazığa gəlmə mənalarına gəlib çıxa bilir və bəzən də bunu ananın övladı olan məhəbbəti kimi də düşünə bilərik, ananın şəfqəti mənasında. Yəni bu ifadənin amonimliyi yoxdur, amma sinonimi var. Ola bilər mərhəmət mənasında, ola bilər ki, bəzən mehribanlıq mənasında bunun sinonim kimi düşünülə bilir. Demək ki, bu doğru bir fikirdir. Riqqət, mərhəmət incə sözləri ilə sinonimdir. Xeyr. Riqqətlə mərhəmət ola bilər, amma incə sözü ilə sinonim ola bilməz. Çünki şəfqət isimdir, incə sözü isə niksəsi olaraq sifətdir. Bunu ona görə nəzərə ala bilmərik. Çox mənalı söz deyil, bəli. Çox mənalı sözümüz deyil. Çünki bu ifadədə hər hansısa bir məcazi məna yoxdur. Söz çox mənalı olmaq üçün ilkin mənadan uzaqlaşmadan, ilkin məna ilə bağlılığı qalaraq məcazləşməlidir. Çünki ilkin mənada uzaqlaşma varsa, bu artıq amonimiyə gəlib çıxacaq. Şəfqət sözündə də məna nədir? Adətən dediyimiz kimi mərhəmətdir, acıma, yazığı gəlmək mənalarına gəlib çıxa bilər. Riqqət mənasında, ürək incəliyi falan mənasına gəlib çıxacaqdır. Bu məcazi bir ifadədir. Düzdürmü? Təbii ki, xeyr. Səni burada aldadır nə? Mücərrədlik. Sən mücərrədlə özünü bəzən aldada bilirsən. Şəfqət deyirsən ki, mən görə bilmirəm axı. Bəzən məcaziliyə belə bir sual gəlir ki, mən şəfqəti görə bilmirəm axı, duyğudur. Duyğudur, hissdir təbii ki. Amma bu onu mücərrəd isim eləmiş olur. Məcazi eləmiş olmur. Mücərrədliklə məcazi tamam başqa-başqa bir şeylərdir. Yəni bir şeyə görə bilmiriksə, o məcazidir deyə bilmərik. Elə bir izah tamamilə yanlış bir izahdır. O ismin mücərrədliyinin qaydasıdır. Demək bu doğru bir fikirdir. Çox mənalı söz deyil. Yazılı gəlmək, rəhmi gəlmək ifadələrlə sinonimdir. Təbii ki, bu yanlışdır. Çünki yazılı gəlmək, rəhmi gəlmək frazeoloji birləşmədir. Frazeoloji birləşmənin sinonimi, amonimi, antonimi frazeoloji birləşmə olmalı. Şəfqət deyə frazem yoxdur. Leksik mənasını müxtəlif yollarla tapa bilərsən, bəli. Çünki ilkin mənasını izah edə bilərsən, sinonimi var, sinonim tapa bilərsən və s. Bunun əsasən müxtəlif tərəflərini müəyyənləşdirməyimiz mümkündür. Demək, bizim cavabımız olacaq nə? 1, 3 və 4-də verilən fikir doğrudan doğrunu, yanlışdan da yanlışı götürməliyik. Cavab olur A. 9. Mətnə əsasən cədvəldən uyğun fikirlər tapmaq lazımdır. Qacar sülaləsindən olan İran hökmdarı şeir yazarmış. O öz şeirlərindən bir divar bağlamışdı. Bir gün saray şairini çağırıb şeirlərini oxumağı və fikir bildirməyi söyləyir. Ona deyir, şeirlərimi tənqid etmək istəsən, ehtiyatlı ol. Ola bilər ki, sənin tənqidin mənim xoşuma gəlməsin və bunun üçün sənə ağır cəza verməli olum. Buna görə də hansı şeirimin zəif cəhətini göstərmək istəsən, o yerə ancaq barmağını qoymaqla işarə et. Şair padşahın qeydini nəzərə alaraq divanı oxuyur ki, sonra kitabı bağlayaraq barmağını kitabın üstünə qoyur. Yenə cədvəldən doğru fikirdən doğrunu, yanlışdan yanlışı seçib tapmamız lazımdır. Mətn ən böyük müdriklik güc qarşısında həqiqəti susmadan ifadə edə bilməkdir. Aforizm ilə səsləşmiş olur. Biz bunu doğru cavab kimi götürə bilərik. Çünki şair mövcud vəziyyətdə onu yoxlamağa gəlir. Şair həmin hökmdarın şeirlərini analiz eləyir. Görür ki, bunlar bir köklü şeirlər deyil. Amma yenə də onun hətta təhdidinin qarşısında həqiqəti göstərir ki, sənin kitabın, şeirin bir köklülük deyil. Şair padşahın hər bir şeiri üçün ayrı-ayrılıqda barmaqla işarə etmişdir. Xeyr, ayrı-ayrılıqda hamısına bir barmaqla işarə eləmir. Bütövlükdə kitabı göstərir ki, bir köklü kitab deyil. Şairin davranışı həm müdrikliyi, həm də cəsarəti ifadə eləmiş olur, təbii ki. Çünki bu təhdidin qabağında onu eləmək adamdan müəyyən məqamda da cəsarət tələb edən bir şeydir. Çünki bunun üçün sənə ağır cəza verməli olum. Belə bir ehtimal da var idi. Mətnə əsasən tənqid qılıncdan itidir. Kimi bir qənaətə gəlmək ola bilər. Tənqid qılıncdan itidir. Kimi bir qənaətə gələ bilərik biz. Niyə? Çünki bu adam onu cəza ilə tənqid eləmişdi. Düzdür? Amma daha doğrusu təhdid eləmişdi. Həmin o təhdidin qarşılığında şair onu yenə də tənqid edir ki, sənin şeirlərin müəyyən bir keyfiyyətdə olan şeirlər deyil. Bütövlükdə kitabı bağlayaraq barmağı kitabın üstünə qoymağı həmin o tənqid ediləcək əslində kitabın bütövlükdə özünün olmağını göstərmiş olur. Demək, burada verilən fikrimiz doğrudur. Mətnin əsas mövzusu hakimiyyət və yaradıcılıq arasındakı ziddiyyətin ifadə edilməsi təbii ki, yanlış bir şeydir. Burada elə bir fikir, elə bir əsas mövzu yoxdur. Doğrudan doğru, yanlışdan yanlışı götürərsən cavabın olar bəy. 10. sual. Amonim frazeoloji birləşmələri müəyyən etmək lazımdır.
Yenə bu kimi suallar qəbulun qaçmaz, yəni necə deyim, olmazsa olmaz suallarındandır da. Hökmən il ərzində öyrənin. Günə 10-dan 15 dənə nə qədər çox söz öyrənsəz, bir o qədər də bazanız inkişaf eləyəcək və yavaş-yavaş da görəsiniz ki, gündəlik danışıqda da bunun fərqində varsınız və inkişaf eləmiş olursunuz. Can yandırmaq. Bir mənası var, ürəkdən yanaşmaq. Kiməsə qayğı göstərmək mənasındadır. Ana uşağına can yandırır, yəni qayğı göstərir deyə. Bu mənanı ifadə eləmiş olur. Bir də ki, hər hansısa bir işin alınması üçün kimsə sənə bir iş tapşırmış olur. Həmin o işə səy göstərirsən, ürəklə çalışırsan mənasındadır. Bir qayğı göstərmək, bir də ürəklə çalışmaq mənalarında amonim frazeoloji birləşmədir. Bunu nəzərə almış olacaqsan. Daha sonra özündən demək ifadəsi. Özündən demək lovğalanmaq, təkəbbürlü olmaq, özünü öymək falan mənasındadır ki, bunun bir mənası var, hər hansısa bir başqa detayı olmayacaq. Sonra gözünə su vermək, bu daha çox ibrət almaq mənasındadır. Bu adətən anaların bizə çox dediyi bir ifadədir və məncə bunu içimizdə eşitməyən yoxdur. Yoxdursa, nə bilim, yəni yığışsın bir gün o adamın həmin o proses münasibətindən təbrik eləyək, qeyd eləyək ki, ona elə bir vaxt qınamayıblar ona görə ki, başqasının yaxşı cəhətlərini nümunə göstərmək. Xalqın uşağı odur yəqin ki. Çünki bizim heç birimiz xalqın uşağı olmamışıq. Həmişə müqayisə obyekti olmuşuq da kimlərlənsə. Başqasının yaxşı cəhətlərini nümunə götürmək, ibrət almaq mənasındadır. Ona görə bunu da atacaqsan kənara. Sonra əldən getmək. Bu da məşhur bir ifadədir. Bir mənası var. Əlində olan hələ nələr varsa, hamısının məhv olub, xarab olmağı, itməyə mənasındadır. Həm də ki, bu əldən getməyin bir mənası da vardır. Bir növ kiməsə hədsiz dərəcədə sevmək, rəğbət bəsləmək mənasındadır. Deyir, falan kəsdən ötürü əldən gedir. Yəni çox istəyir, sevir mənasında. Həmin o mənaya gəlmiş olacaqdır. Daha sonra küyə getmək ifadəsi var. Bu xalq olaraq ən çox etdiyimiz şeylərdən biridir. Yəni hər deyilən şeyə, hər deyilən sözə tez inanmaq mənasındadır. Bunun da hər hansısa bir amonim tayı yoxdur. Ona görə bizim cavabımız olur C variantı. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirmək lazımdır. Bir nitq qisas kimi düşünülür. Madam isim olur. Madam bağlayıcı kimi işlənə bilər. Bu iki nitq qisas olur. Qızartma isim olur. Məsələn, kartof qızartması. Yemək növü kimi. Bir də sən bunları qızartma, feil kimi işlənə bilər. Sonra yamaq sözü isim kimi işlənmiş olur. Yamamaq feilinə aq qoşursan, ağzı düşür və bunun hər hansısa bir başqa tərəfi yoxdur. Yamaq sadəcə isim kimi işlənmiş olur. Sondakı aq səni aldatmasın, bunun feil variantı yoxdur. İki nitq qisas hesab olunur. Yanıq sözü isimdir. Bunun hər hansısa bir tərəfi yoxdur. Sifət və ya nə bilim hansısa bir nitq qisas mövqeyi olmur. Günlük sözünü ikincə düşünə bilərsən. Günlük hər gün edəcəyin bir proses mənasında ola bilər. Məsələn, günlük gördüyün işlər mənasında. Günlük, aylıq, illik bu mənanı ifadə edərək sifət kimi işlənə bilər. Yəni bir növ hər günkü mənasında. Həmçinin günlük sözü isim kimi işlənə bilər. Günlüyün maaş mənası var. Və yaxud da ki, gündəlik nə ola bilər? Dolanışıq mənasında ola bilər də, günlüyümüz mənasında. Həmçinin günlük sözünün bir növü o zontik mənası da var, çətir mənası da var və s. və s. Bu mənaların hər biri gətirir yenə göstərir ki, bunu həm isim, həm də ki, digər məqamda düşünməyimiz mümkündür. Və zontik sözü bizim dilimizdə olan bir şey da. Yəni çətir də var, zontik də var. Aşağı yuxarıda bir-birinə yaxın gələn bir şeylərdir. Əsasən sözü də var, modal söz kimi işlənə bilər və qoşma kimi də işlənə bilər. Cavab olar 3, 5 və altda verilən fikirlərimiz. Sonra 12. Mətnlərə əsasən müqayisə edərək doğru fikirləri müəyyənləşdirmək lazımdır. Birinci mətn. Aleksandr Dumas xəstə olduğu zaman yanına gəlmiş həkim deyir. Vəziyyətiniz ciddidir. Siz hər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz biri varmı? Cavab, əlbəttə. Kimlə görüşmək istəyirsiniz? Başqa həkimlə deyə cavab verir. Qədim Yunan filosofu Sokrat onun haqqında çıxarmış ölüm hökmünü soyuqqanlı qarşılayır. Zəhər dolu piyalənin ağzına yaxınlaşanda arvadı ucadan ağlayır. Ərim günahsız olaraq məhv edilir. Bunu eşidir və olmaya sən istəyirsən əlini müqayisə kimi məhv edəyirlər deyə ona təskinlik vermiş olur. Həkimin sualına birbaşa cavab verən obrazın son istəyini həyata keçirirlər. Biz burada görmürük ki, onun başqa bir həkimlə görüşmək kimi başqa bir istəyi var idi. Həmin o istəyi həyata keçir, yoxsa həyata keçmir. Bu havada qalmış olur. Ümidsizlik insanın son anlarında belə uzaq qalacağı bir mövzu olmalıdır. Bəli, birincidə baxırsan ki, hər hansısa bir ümidsizlikdən uzaq qalmış olur və başqa bir ümidə də sığınmış olur ki, bəlkə başqa həkimdən başqa bir müalicə metodu olacaqdır. Bunu birincidə görürük. İkincidə elə bir ümidsizlik falan məsələsi yox idi. Ümid eləmə və ümidsizlik yoxdur. Orada daha çox təskinlik mövzusu var idi. Ölümlə üzbəüz qalan insanın son nəfəsindəki çarəsizliyinə yer verilmişdir. Xeyr, çarəsizlik məsələsini görə bilmirik. Yəni ikincidə hər hansı bir çarəsizlik yoxdur, əksinə müqəssir olmadan, günahsız olmadan getdiyi ilə bağlı bir
necə deyim, yeri gəlsə adam rahatlığı var idi. Birincindəki son nəfəslər hansı bir çarəsizlik yox, yenə ümid axtarışı var idi. Bu getdi. Müdrik adamın təskinliyi belə ümidverici sözlərlə doludur. Aha, bunu biz cavab kimi götürə bilərik. Günahsız yerə üzləşdiyi hökmlə qarşılaşan filosof müqəssir olmadığını bildirir. Bax, bu da doğru bir fikirdir. Cavab olacaqdır 2, 4 və 5-də verilən fikirlər. Yerdə dursan yaxşı olar. 13 yenə frazoloji birləşmə ilə bağlı bir məsələdir. Bu tip bənzərlikdə daha çox düşmüş olur. Frazemlə bağlı, frazemin özünü vermiş olur. Bəzən onun sinonimi, bəzən amonimliyi, bəzən antonimi və həqiqi məna ilə istəmiş olur bizdən. Qəpiyinin üstündə əsmək ən məşhur bir frazoloji birləşmədir. Xəsis olmaq mənasını ifadə etmiş olur. Mənası yerindədir. Frazoloji birləşmə kimi biz bunun mənasını tapa bilirik. Qəpiyin üstündə əsməkdə maddiyyəti üstün tutmaq mənasında da pulun qədrini bilmək mənasını ifadə etmiş olur. Amma qəpiyə güllə atmaq buna antonim ola bilməz. Çünki qəpiyə güllə atmaq heç pulu olmamaq, kasıb yaşamaq mənasını ifadə eləmiş olur ki, bunlar bir-birinə hər hansı bir antonimlik yaratmış olmurlar. Daha sonra xəmiri haramlıqla yoğrulmaq. Bax, frazoloji birləşmələrlə bağlı əsas bizim qaydamız var ki, tərkibindəki mənalar nə olur? İki mənası uzaqlaşmış olur. Amma bu bütün frazemlərə aid deyil ha. Bu il də ona bənzər bir nümunə düşmüşdü. Hətta onun problemi də yaşanmışdı. Amma əsas frazoloji birləşmə lüğətinə baxsınız, görərsiniz ki, ona bənzər örnək orada var idi. Yəni frazemin tərkibindəki bütün sözlər illa da məcazləşmək məcburiyyətində deyil. Frazemin qəribə anormal növləri var. Yəni elə frazem var ki, bütövlükdə sabit frazemdir və orada hər hansı bir məna həqiqini görənmirsən. Amma elə frazemlər var ki, onun tərkibindəki sözlərin hansındasa nisbətən ilkin mənanı görə bilirsən. Xamırı haramlıqla yoğurmaq frazemdir. Amma sən buradakı haram sözünün mənasını ifadənin məzmununda görə bilərsən. Xəmiri haramlıqla yoğurulmaq nə deməkdir? Halal haram bilməməkdir, nadürüst olmaq mənasındadır. Görsən, haradasa nisbətən yenə də o məna qalmış olur. Xəmirinə haram maya qatmaq, bu onun sinonimidir. Bu ona hər hansısa bir antonim ola bilməz. Bunun antonimi ola bilərdi. Xəmiri haqdan yoğurulmaq. O haqla haramı bir-birinə əks-ziddiyyət yaradacaq məqamından tutub ayıra bilərsən. Demək, nadürüst olmaq bunun mənasıdır, amma antonimi doğru şəkildə verilməmişdir. Bu yanlışdır. Üzündən nur yağmaq. Bax, fikir versən, yenə hardasa burada da müəyyən mənada nur sözünün işıq mənası qalır. Yəni sən bir adama baxanda onun xoş sifətli olduğunu, nə bilim, bəzən imanlı olduğunu, alicənab olduğunu üzündən görə bilərsən. Sifətindən zəhrimat tökülmək bunun əksidir artıq. Demək, 5-i götürə bilərsən, amma qaşqabaqlı olmaq onun həqiqi mənalı qarşılığı deyil. O sifətindən zəhrimat tökülmək mənası ola bilər. 14. Mətnin məzmunu ilə bağlı hansı fikirlərin doğru olduğunu müəyyənləşdirməliyik. Hər bir sual onun sahibinin səviyyəsi, dünya görüşü, bilik və məlumat haqqında təsəvvür yaradır. Söylənilən fikirlərlə bağlı veriləcək suallar ölçülüb biçilməlidir. Suallar əhatəli, düşündürücü, məntiqli və maraqlı olmalıdır. Sualların verilməsi nəzakət qaydaları gözlənilməlidir. Suala cavab aldıqdan sonra müsahibə, həmsöhbədə razılıq bildirilməlidir. Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin və ya suala cavab verən digər şəxsin mimikasında əks olunmalıdır. Verilən suala dərhal münasibət bildirilməlidir. İndi bizdən doğru fikirləri istəyir. Mətndə effektiv ünsiyyətin müəyyən prinsiplərindən söz açılmış olur. Biz bunu cavab kimi götürə bilərik. Effektiv ünsiyyət, yəni sual verənlə cavab verən arasında bir müəyyən ünsiyyət olmalıdır və həmin o ünsiyyətin də meyarlarından, prinsiplərindən danışır ki, sən bunu necə sual verməlisən, necə cavablamalısan. Sual verənin sualında öz intellekt səviyyəsi əks olunmuş olur, bəli. Nə deyir? Hər bir sual onun sahibinin səviyyəsi, dünya görüşü, bilik və məlumat haqqında təsəvvür yaradır. Suallara dərhal reaksiya verilməsi sual mədəniyyətinin əsas şərtlərindəndir. Sual mədəniyyətinin yox, cavab mədəniyyətinin əsas şərtlərindəndir. Ağıllı sual cavabın yarısıdır. Fikirlə mətni bədii cəhətdən zənginləşdirmək olar. Bəli, ola bilər. Bunu cavab kimi götürə bilərik. Çünki sualların verilməsində onu sual verən adam götür-qoy edib düzgün şəkildə sual təqdim edəndən sonra bəlkə də elə sualın cavabı elə həmin o sualın içərisində yerləşmiş olacaq. Sual vermək yalnız tək-tərəfli marağın nəticəsidir. Dominantlığın əsas göstəricisidir. Burada hər hansı bir sual verməyin nəticəsində dominantlıq, sual verən adam üstündür və s. və s. Belə bir şey göstərmir bizə. Göstərmədiyinə görə buna doğru deyə bilmərik. Bu yanlış bir düşüncədir. Atdıq kənara. Nöqtələrin yerinə həmin nümunələrin aid olduğu lik hissəsinin qrammatik şəkilini artırmaq olmaz. Gəl baxmağa çalışaq. Müəllimlikdən artıra bilərik. Sonra kitabdakı sifətdir, sifətə aid olan bir qrammatik şəkilimiz yoxdur ki, bura nəysə artıraq. Baxılmışdır. Baxılmışdır da burada hər hansısa bir lar şəkisi artıra bilmirik. Çünki baxılmışdır şəxssiz feildir. Şəxssiz feillər üçün şəxsin təkində olur. Yəni, fikirləş, bura feilə aid olan hər hansı bir qrammatik şəkisi artıra bilməzsən. Sırf nöqtələrin yeri hissəsinə. 5-ci saydır, saya da aid hər hansı bir qrammatik şəklimiz yoxdur.
Oxunmazdıq. Bura mən inkara qoşa bilərəm. İnkarda fe'l aid olan şəkilçidir. Demək cavab olar bu. Daha sonra. Mətn məzmununa bağlı doğru fikir tapmaq lazımdır. Nəsrəddin Tusi Nasır kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı 12-14-cü əsrlərdə mövcud olmuş Elxanilər dövlətinin baş vəziri Fəzlullah Rəşidəddin təşkil etdiyi zəngin kitabxanalar hesab edilir. O, Təbriz, Qazaniyə və başqa şəhərlərdə zəngin kitabxanalar yaratmışdı. Maarifçilik baxımından böyük əhəmiyyət kəsb edən kitabların məhv olmasını qarşısını almaq üçün onların üzlərini dəfələrlə xəttatlara köçürtdürərək ölkənin başqa kitabxanalarına göndərmişdi. O dövrdə Rəşidiyyədə 60 mindən çox kitab fonduna malik olan kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərirdi. Demək, Tusinin kitabxanasının dominantlığı həmin kitabxana dağılandan sonra digərinə keçmiş olur. Biz Tusinin kitabxanasının dağılmağı ilə bağlı hər hansı bir fikir görmürük mətndə. İdarə heyətinə mənsub olan şəxslər də intellektual infrastrukturun təşkilində rol oynaya bilər. Bəli. Məsələn, idarə heyətindən kimi görə bilirik? Baş vəziri görə bilirik, onun təşkil etdiyi kitabxananı görə bilirik. Bu da doğrudur, qabağına yanlış yazıb atdım, kənara getdi. Dövrün elm və təhsil sistemində kitabxanaların rolunun əvəzsizliyi ifadə olunmuşdur. Dövrün təhsil sistemində belə bir ehtimalımız vardır ki, bax, demək ki, zəngin kitabxanalar var, maarifçilik baxımından böyük əhəmiyyət kəsb etmişdir, amma təhsillə bağlı, təhsil sistemində kitabxanaların rolu ilə bağlı bir fikir görə bilmirik. Yəni, universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərmişdir, amma bunun əvəzsizliyi ifadə olunub, belə bir şey yoxdur. Ona görə bunu atdan kənara. Əlyazmaların qorunması ilə bağlı xüsusi tədbir görülmüşdür. Bunu görə bilərik. Əlyazmaları qorumaq üçün xüsusi tədbir var idi. Nə idi? Məhv olmanın qarşısını almaq üçün onların üzərini dəfələrlə xəttatlar köçürtdürərək ölkənin başqa kitabxanasına göndərmişdi. Doğrudur, qabağına doğru yazıb götürdüm. Ən real cavabını elə bunun üzərində qurulmuşdur. Götürülmüş kitablar vahid bir kitabxanada yığılmaqla qorunub saxlanılmışdır. Bu yanlışdır, elə bir şey görə bilmirik. Vahid bir kitabxanada deyil axı. Ölkənin başqa kitabxanalarına göndərmişdir. Demək, bir neçə kitabxanada var. Vahid kitabxana isə bir kitabxana deməkdir. Bu yanlışdır, qabağına doğru yazıb götürməzsən. Fonetik təhlili hansı mətnlə tamamlamaq olar? Sən burada verilən 3 dənə fikir var. Bu 3 dənə fikirin hansı sözə aid olduğunu və burada həmin sözlə bağlı doğru fikri yazmanı tələb olunur. Cəsarətlə kimi tələffüz olunur. Baxırıq, kar cingitiri samir cütlüyü varmı bu sözdə? C, ç, z-la s, t-la d qarşılıq təşkil edir. Amma burada elə bir şey yoxdur. Demək, cəsarətlə sözündə kar cingitiri samir cütlüyü işlənməmişdir. Çaşqınlıq şəklində tələffüz edirik. Burada nə var? Baxsan, c, ç, j, ş, g, k, yəni x ilə də g bir-birinə qarşılıq təşkil edən səslərdir də. Kar cingitiri samir cütlüyü olmaq üçün də bir-birinə qarşılıq təşkil edən səslərin sözdə işlənməyi lazımdır. Yanaşı və ayrı gəlməyinin fərqi yoxdur. Getdi. Nəhayət, burada yazış və dəyişində heç bir fərqli məqam yoxdur. Bu iki fərqli məqam deyir. Məharət, di. Fikir ver, d və t var. Demək, burada kar və cingitiri samir cütlüyü işlənmişdir. Amma bir fərqli məqam var, iki fərqli məqam yoxdur. Cavab qalır E variantı. Vəfasızlıq şəklində tələffüz edirik. Sözdə səs uzanması var. Cingitiri qarşı olmayan səs h işlənməyib. Z-la s qarşılıq təşkil edən səslərdir. Kar cingitiri samir cütlüyü işlənib və v-la f var. Eyni şeydir. Yazış və dəyişində iki fərqli məqam var. Kar və cingitiri samitlərin sayı bərabərdirmi? V cingitiridir. F kardır. S kardır. Bunu buradan yazaq. Z cingitiridir. L demək keçir D-yə. D cingitiridir. Q da keçir X-ya. X kar səsdir. Demək 3 dənə var hər arasında. Bu da doğru bir fikir idi. Növbəti. 18. Mətnlə bağlı ikisi doğru və ya yanlış olma baxımından digərlərindən fərqlənmiş olur. Həmin fikir tapmaq lazımdır. İmtahanda da bizə bu formada mətn düşür. Yəni bir mətn 3 sual, bir mətn üzərində qurulmuş 3 sual. Bayaqları xatırlasaq dəniz mətni oxumuşduq. Həmin mətndir və həmin mətn üzərində qurulmuş digər suala baxaq. Bizə lazımdır ki, fikirlərdən ikisi doğru və ya yanlış olmaq baxımından digərlərindən fərqlənir. Həmin iki fikir tapırıq. Ola bilər ikisi yanlış da ola bilər, doğru da ola bilər. Bunu tapmalıyıq. Dənizlərdən fərqli olaraq okeanların təbii sərhədləri olmur. Bu yanlış bir fikirdir. Mətndə bununla bağlı bir şey görə bilmirik ki, yəni həmin elə bir fərq olsun və onların da təbii sərhədləri olmasın. Bering dənizinin okeandan ada vasitəsilə ayrıldığını müəyyən etmək olar. Olardı. Bax, dənizlər okean adalar vasitəsilə ayrılır və Bering də həmin dənizlərin içərisindəydi. Demək ki, doğru fikirdir. Mərmərə dənizi materik sahilində yerləşmir. Mərmərə dənizi haradaydı? Bax, buradaydı. Mərmərə dənizi harada yerləşirdi? Okeandan təzədə olmasına görə fərqlənir. Qurunun içərisinə daha çox daxil olan dənizlərdədir. Yəni, materik sahilində yerləşən dənizlərə biz buna aid edə bilmirik. Materik sahillərindən kənarda hansılar idi? Bunlardır. Sonra
Materikin sahilində yerləşənlər də bunlardır. Demək, 2 ilə 3-ü götürəcəksən. Elə cavabın olaraq çox güman A variantı. Dəniz və körfəzlərin yanlış adlandırılması böyük tarixi yanlışlıqlarla, əfsanələrlə izah edilir. Burada əfsanəni izah edilməyə görə bilmirik. Yava dənizi okeanla ada vasitəsilə birləşmiş olur. Yava dənizi haradaydı? Baxaq. Okeanla ada vasitəsilə birləşirmi? Xeyr. Adalararası dənizlər isə materik sahillərinin kənarda adalar arasında yerləşir. Ada vasitəsilə birləşir demir. Yerləşməyə orasındadır. 19. Tünd xasiyyət. Necə təfsir edirik? Tünd. D-T-yə keçir. Xasiyyət. Burada da Y-nın birini salırıq. Sonra məhsuldarlıq. Burada hər hansı bir səs uzalması yoxdur. Kökündə fərq olmur. Məhsuldarlıq. Sonuncu şəkildə fərq var. Oxşayıram ifadəsi də oxşuyuram şəklində tələffüz ediləcək. İndi uyğunlaşdırsaq buna görə. Səs düşümü səs uzanmasına səbəb olur. Bu heç birinə aid deyil. Heç birində səs düşümü səs uzanmasına səbəb olmur. Elə bir şeyi aid edə bilmirik. A gedər buna. Yazış və deyiş arasında iki fərqli məqam var. Baxaq, oxşayıram yazırıq, oxşuyuram deyilik. Məhsuldarlıq şəklində deyilik. Tünd xasiyyətdə nə var? D-T-yə keçir, Y da düşmüş olur. Tünd xasiyyət olur. Yazış və deyişində iki fərqli məqam var. Bu, hər üçünə aid olan bir fikirdir. B-ni yazdıq biz ortaq cəhət kimi 2-yə. Sonra, kar cəngətiri sami cütlüyü işlənən sözdə. Dayan, tünd xasiyyətdə varmı kar cəngətiri sami cütlüyü? Yoxdur. Çünki T-nın qarşılığı D-dır, X-nın qarşılığı G-dır, Y-nın qarşılığı X-dir. Bu görə bilmirsən. Məhsuldarlıqda varmı elə bir şey? S-nın qarşılığı Z yoxdur, D-nın qarşılığı T yoxdur, X-nın qarşılığı yoxdur. Oxşuyuram da elə bir şey işlənməmiş. Demək elə C-ni yazırsan burada. Heç bir aid olmayan xüsusiyyət. Heç axıra qədər oxumağına ehtiyac qalmadı. 4 heyecalı sözdür. Demək 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Hamısına aiddir. Yalnız bir dodaqların saat işlənmişdir. Aha. Oxşuyuram. Burada 3 dənə işlənmişdir. Məhsuldarlıqda 1 dənə işlənmişdir. Tünd xasiyyətdə 1 dənə işlənmişdir. Demək, biz burada verilən fikri də ikisinə aid edə bildik. Yazdım bura. Daha sonra. Kar samitlər cingiti samitlərdən azdır. Baxırıq. 1, 2, 3, 4, 5 dənə kar samit var. 2 dənə də cingitili var. Yəni, biz bunu sözə aid edə bilmədik. Məhsuldarlıqda isə fikir versən, X-nansı bir də X var. 3 dənə karda qalan hamısı cingitilidir. Oxşuyuram da bir dənə X-şı var, Y-rımı da cingitilidir. Demək, bu ikisinə aid olan bir fikir kimi götürürük. 1-ə getməlidir D-la E, 2-yə gedir B, 3-ə gedir A-la C. Çox güman 2 ilə 19 olar A variantı. Sonra, o zaman təhsili bundan ibarət idi. Çərəkədən sonra ərəbcə Quran oxuyardılar. Sonra fars klassikləri keçilərdi. Türkcə məktəblərdə keçirilmirlərsə də, yaxın şərqdə beynəlxalq danışıq dili olduğu üçün bunu hər kəs bilirdi. Türk dili zəngin xalq ədəbiyyatı, hazır-cavab məsələ, misal atalar sözləri, füsunkar nağılları, eşq mahnıları və şeirləri ilə rəsmi dairələrin farsçasına üstün gələrdi. Savadlı gənclərin bayazı olardı. Bu bayazlara türk şeirlərinin nəfis parçaları köçürüldü. Bayaz da bilirik ki, şeir dəftərçəsidir. Bəyaz ağdır, amma bu şeir dəftərçəsi mənasındadır. Məktəblərdə türkçəyə qarşı soyuq münasibət olsa da, dil istifadədən kənarda deyildi. Bəli, bunu bir cavab kimi görə bilərik. Yəni, məktəblərdə nə görürük? Görürük ki, türkçə məktəblərdə keçirilmir. Soyuq münasibət var ki, keçirilmirdi. Amma dil istifadədən kənarda deyildi. Dilin özünü istifadə eləmiş orada. Məktəbdə olmasa da kənarda istifadəsini görə bilirsən. Məktəblərdə yalnız Quran və digər dini məsələlər öyrədilirdi. Səhvdir. Çünki fars klassikləri keçirilmiş olurdu. Fars klassiklərdəki kimlərdir? Şairlərdir ki, burada da illa da dini bir məsələ keçirilmirdi. Şairlər, şeirlər də keçirilmiş olurdu. Türk dilinin zənginliyi, folklorun genişliyi, onun farsça üstün gəlməsinə əsas rol oynayırdı, doğrudur. Mətndə söhbət gedən dövrdə rəsmi dairələrdə türkcə deyil, ərəbcə danışılırdı. Xeyr, rəsmi dairələrdə ərəbcə danışmağı ilə bağlı burada heç bir fikir yoxdur. Məktəblərdə fars və ərəb dillərini öyrənənlər türkçədən xəbərsiz idilər. Mətndə bununla bağlı məlumat yoxdur deyə bilmərik. Mətndə görürük ki, fars və ərəb dilləri varsa da türkçədən heç kim xəbərsiz deyildi, cəmaət türk dilini bilirdi. Gənclərin toplayıb saxladıqları şeirlər sonraki nəsillərə ötürüldü. Bax, bunu görə bilmirik ki, bu həqiqətən ötürülürdü, yoxsa sonradan kimlərsə o şeirləri görür ki, cavanlar belə bir şey eləyirdi, onların qarşılığını almaq üçün başqa tədbirlər gördülər və ya o kimi iş görən adamların bütün bayazlarını alırdılar, yandırırdılar və s. Bu hamısı ehtimala dayanan bir şeydir. Ona görə bizim cavabımız olacaqdır ki, 3 sualda verilən fikir. 21. Sözlərdən yalnız biri, yəni kökü cərgəni pozur. Baxaq, sağalmaq, bunun kökü sağ sifətdir, bunun da kökü sağ sifətidir. Amma bunların kökü sağmaq feilidir. Bir yox, ikisi pozdur.
Boyadılmış kök boyamaq feilidir. Boyamaq feilidir. Boya isimdir. Boyaya burada verilən isə sadə sözdür. Burada iki dənəsi pozur cərgəni. Yəni yalnız birin kökü cərgəni pozur deyə bilmədik. Sonra yaralı. Sözün kökü yarmaq feili, yenə yarmaq feili, yenə yarmaq, yenə yarmaq. Burada ümumiyyətlə kökü cərgəni pozacaq nümunəmiz yoxdur. Daşlaşmaq. Daş isimdir. Burada da daş isimdir. Burada da daş feil oldu artıq. Çünki qın feilə qoşulur. Az, azğın, daş, daşqın bu kimi mənadadır. Daşsız. Burada sözün kökü isim olmuş olacaq. Demək cavab olardı. Daşqındakı sözün pozduğu yerdə qalanlar pozmadı. E'də verilən nümunədə isə sıxlaşmaq və sıxlıq sözlərinin kökü sifətdir. Laşlıq adlara qoşulur. Lıcı ilə ıntı isə feillərə qoşulur. Bunların da kökü feildir. Demək cavab E variantı olmaz ona görə. 22. Əfsanəyə görə Juanlar sarı özəyi işğal edəndən sonra ilk növbədə yerli əhalinin mənəviyyatını, tarixini, yaddaşını məhv etməyə başlayırlar. Bununla da onları yalnız bugünə bağlayır, həyatlarının bugündən başladığını aşılayırlar. Köklərini qazıyıb onları kökdən soyudan məhrum edirlər. Bundan sonra sarı özəklər qula çevirirlər. Bax, İnsanı öz arzularına məhrum etmək ən qədim dövrlərdən bugünə qədər dünya ağalığı arzusunu yaşayan imperial siyasətin nəticəsidir. Ola bilər, amma mətndə biz bunu görə bilmirik. İmperial siyasət, qədimdən bugünə, bugün də o proses gedirmi, və s. və s. Bunlar mətndə olmayan bir şeylərdir. Mətndə olmayan bir şey mətn məzmunundan çıxara bilməzsən. Bizə mətndəki fikirlərlə səsləşmək lazımdır. Öz xalqının tarixi təcrübəsini yadırğamış, yaddaşına məhrum edilmiş insan tarixin inkişafından kənarda qalır və yalnız bugünlə yaşayır. Bunu görə bilərsən. Kökdən qazıyırlar, soydan məhrum edirlər, qula keçirlər və həyatın bugündən başladığını aşırırlar. Artıq o adamlarda bugündən başqa bir şey yoxdur, tarix yoxdur, keçmiş yoxdur. Öz ləyaqətini, mənəviyyatını itirən insan hər zaman özünü ağ axtarar. Mətndə elə bir şey görə bilmirik. Keçmişini unudan, tarixinə biganə olan xalq nə zamansa məhv olacaqdır. Biz tarixə biganəliyindən söhbət getmir axı burada. Çünki bu adamlar tarixə biganə falan deyirlər, keçmişi unutmurlar. Sadəcə unutdurulurlar. Bu adamlar özləri könüllü şəkildə belə proses eləmirlər. Bunlar isə məcburiyyət qarşısında qalmış olurlar, ona görə keçmişdən uzaqlaşmış olurlar. Çünki bunların yaddaşı məhv edilib. Bunlar özləri bunu eləmiş olmurlar. Başqaları bunu eləmiş olur. Ona görə bu yanlışdır. Yaddaşı məhv olmuş xalq mütü düşüncəyə sahib ola bilər. Bəli, mütü itaətkar deməkdir. Yəni qula çevirirlər. Demək cavab olar 2 ilə 5. 23. Düzgün əlaqələndirməni tapmaq lazımdır. Bağış dadı şəklində tələffüz edirik. Sözün kökü ilə bağışladı. Yalnız kökü fərqli tələffüz olunur. Bəli. Qəlbsiz, qəlb ürək mənasında tələffüzündə b, p-yə keçirik. Qəlbsiz şəklində tələffüz edirik. Demək, bu da qaydasındadır. Təmizlik şəklində olur. Kökündə fərqli məqam yoxdur. Qabaqdakı, bunun şəkilçisində fərqli məqam yoxdur. Sənətkarlar şəklindədir. Sənət fərq yoxdur. Kar fərq yoxdur. Burada k-yə keçmir. L-rıya keçdi. Demək, eyni götürdün. Ruhlandı. Burada ümumiyyətcə fərq yoxdur. Cavab olar A variantı. 24. Tərkibindəki şəkilçi qaralmaq sözü ilə eynidir. Qaralmaqdakı şəkilçi al-əl şəkilçisidir. Qara və al. Yıxılmaqdakı isə ıl üstü 4 şəkilçimizdir. Demək, eyni deyil. Tərkibində olan şəkilçinin ancaq cümlə daxilinə sahib müəyyənləşdirmə ola bilər. Bəli. Daşlaşmaq sözü kontekstdə dəqiqləşir ki, belə təhlil edirsən, yoxsa belə təhlil edirsən. Tək başına iki cürdə təhlil edə bilirsən. Dəmləndi sözü, yəni eyni şeydir. Çay dəmləndi, belə ola bilər. Kimsə sərxoş oldu mənasında da belə olur. Demək, bu da eynən 2-dəki fikri verməli idi ki, doğru cavab kimi götürəsən. Tərkibində qramar şəkilçi olduğunu əminliklə demək olmaz. Bəli. Kaş o da bizi ana, bir də ana isim kimi belə götürürsən. Kitabdan sözün tərkibində olan şəkilçi ilə amonimi təşkil edir. Xeyr. Çünki qaydadan sözündəki dan çıxışlı hal, kitabdandakı da dan çıxışlı hal. Eyni şəkilçidir. Burada hər hansı bir amonimdən danışa bilməzsən. 25. Mətn əsasən nəyi müəyyən etmək olmaz? Qırmızı dənizin okeanla necə birləşməsini, hanı qırmızı dəniz? Bax, qırmızını görürsən, okeanla boğazlarla birləşmiş olur. Bunu müəyyən edə bildik. Sarı dənizin materik sahilində yerləşməsini, Sarı dəniz materikin fikir ver, yamacında yerləşmiş olur. Bunu görə bilərsən. Şef və materik yamacında yerləşmiş olur. Bu da həmin o dənizlərin içərisindədir. Getdi. Fiji dənizinin ən az 3 ada ilə əhatə olmasını, bunu mətnə görə müəyyənləşdirənməliyik, bunu götürə bilərsən. Azov dənizinin Baltik dənizi ilə eyni kateqoriyada yer almasını, Azovla Baltik. Bax, Azov, Baltik eyni yerdə sadalanmış olur da. Demək, bunu müəyyənləşdirə bilərik. Dənizlərin okeandan hansı sualtı maneələrin ayrılmasını görə bilmirik. Hansısa bir sualtı maneədən danışmırdı burada. Cavab olacaq 3-5-də verilən fikirlər. Belə, ümumi bu qədər.